Salam dəyərli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Həmişə olduğu kimi yenə də möhtəşəm bir mənzillə sizin qarşınızdayıq. Geniş 4 otaqlı mənzildir. Gördüyünüz şəkildə satılır. Tam əşyalı, hazır mənzildir. Gözəl də proyekti var. Mən bəyəndim. İnanıram ki, siz də bəyənəcəksiniz. İndi mən mənzildə olan hər bir şeyi, hər bir detalı sizin nəzərinizə çatdıracağam. Siz isə başlamadan öncə 2 saniyənizi ayırıb kanalımıza abunə olmağı və bu gözəl mənzil haqqında fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Həmişə olduğu kimi başlayırıq mənzilin giriş hissəsindən. Giriş qapımızı görürsünüz. Daxil olduqda solda bu hissədə böyük qapımız yığılıb görürsünüz. Axıra kimidir, yəni əşyalarınızı tam rahat yerləşdirə bilərsiniz. Döşəmə parketdir, onu nəzərinizə çatdırıram. Yanında sağda belə bir gözəl tresuarımız var. Dediyim kimi mənzildə demək olar çox az müddət yaşayış olub. Otaqların yerləşməsi sizin nəzərə çatdırım. Girişdən gəldikdə solda mənzilin 2 yataq otağı yerləşir. Sanitar qovşaq, mətbəx. Buranı da gördünüz artıq mənzilin qonaq otağıdır. Gözəl proyekti var. Geriçəkən, yəni skvaznoy mənzildir. Qarşısı da açıqdır. Gözəl də panoraması var. Onu da göstərəcəm sizə. Başlayaq qonaq otağından görürsünüz. Çox geniş qonaq otağı var. Yəni təxmini 40-45 kvadrat olar. Çox genişdir. Mebelləri də görürsünüz. Ölçü olaraq qabaritdir. Ona görə də ona baxmayaraq tam rahatlıqla yerləşib. Mərkəzdə böyük jurnalimiz var. Əlavə olaraq boş ərazidə kifayət qədər qalıb. Deməli bu hissədə 2 ədəd divanımız var. Burada deməli 10 nəfərlik masamız yerləşdirilib və nəzərinizə çatdırım ki, mənzildə götürüləcək əşya bu gördüyünüz televizorda qalan nə var? Hər bir şey qiymətə daxildir bu hissədə də. Mebel dəstimizin bir hissəsi də buradadır. Yəni gözəl təmirdir, keyfiyyətli təmirdir. Onu nəzərinizə çatdırım. Mərkəzdə də böyük lüstrumuz var. Dediyim kimi döşəmə parketdir ümumilikdə mənzildə. Burada yerləşir mənzilin ikinci otağı. Buranı da göstərim və ikinci götürüləcək əşya bu gördüyünüz pianodur. Əlavə nə görürsünüzsə hər bir şey qiymətə daxildir. Mənzilin 3 eyvanı var, 1 eyvana bu otaqdan çıxış var. Yəni buranı istəsəz yataq otaqda kimi istifadə edə bilərsiniz. Yəni ev sahibi buranı oturma otağı kimi istifadə edir. Görürsünüz. Yəni mebelləri təkrar etmirəm. Nə görürsünüz? Hər bir şey qiymətə daxildir. Lüstr, kondisionerimiz də var. Hər şey tam hazırdır. Nəzərə çatdırım ki, mənzilin sənədləri də qaydasındadır. Çıxarışı, yəni kupçası da mövcuddur. Dediyim kimi mənzildə də çox az müddət yaşayış olur. Buradan gəlin mən sizə göstərim mənzilin yataq otaqları. Bayaq dedim girişdən solda yerləşir. Çox genişli otaqlar, onu nəzərə çatdırım. Təsəvvür edin, yəni mənzilin öz ölçüsü 180 kvadratdır. Ona görə də otaqların hamısı genişdir, işıqlıdır görürsünüz. 2 pəncərəsi var burada. Yataq dəstimizə baxın, hamısı da keyfiyyətlidir, yenidir, yəni çox az istifadə olunub. Bu tərəfdən də göstərim, yəni klassik üslubda kondisionerimizdə otaqlar da var hamısı. Bu yataq otağın daxilində sanitar qovşağımız mövcuddur. Mənzildə ümumilikdə 2 sanitar qovşaq var. Bu yataq otağına aid olandır. Ümumi olaraq göstərim, hər bir şey yəni tam hazır vəziyyətdədir, bütün aksesuarlar. Və buradan mənzilin ikinci eyvanına çıxış var, bayaq göstərdim. Bir eyvana olan çıxış, bu da ikinci eyvandır. Eyvanların ölçüsü böyükdür, kifayət qədər. Bunu dedim, yəni qarşısı da açıqdır. Stadiona baxır, Gəncliyə yaxındır, Nərimanova 28-ə, yəni tam mərkəzdə yerləşir. Keçək, mən sizə göstərim digər otaqları. Gəlin elə bu yataq otağın yanında olan digər ikinci yataq otağını göstərim. Buradan daxil oluruq. Buranın da ölçüsü yaxşıdır. Ən əsası otaqlar kvadrat şəklindədir, yəni dar uzun otaq deyil. Buradan da bayaqki eyvana çıxış var. Buranı da göstərim, bayaq qeyd elədim. Bütün otaqlarda kondisioneri var. Yataq dəstimiz də burada da tam hazırdır görürsünüz. Yəni təkrara yol verməm, ümumi olaraq göstərirəm ki, mənzildə nə var. Dediyim kimi gördüyünüz hər bir şey qiymətə daxildir. Sadəcə televizor və pianinanı çıxmaqla. Burada isə yerləşir mənzilin ümumi sanitar qovşağı. Buranın da ölçüsü çox genişdir. Ümumi olaraq göstərim. Vannamız da var. Son zamanlar müştərilər yəni bunu xüsusi diqqət edirlər hamam otağında vannanın olmasına. Burada paltaryanımız da burada yerləşdirilib. Və belə keçək mən mətbəxi də göstərim. Buradan isə dediyim kimi daxil olaraq mənzilin mətbəxinə. Mətbəxin də ölçüsü çox genişdir. Yəni təxmini 25-27 kvadrat olar. Yəni təxmini ölçüləri nəzərinizə çatdırım təbii ki. Gözəl mətbəx mebellər bu hissədə tam axıra kimidir. Yəni şkaflar da çoxdur. Bu hissəni də göstərim.
Deməli, dediyim kimi bütün texnikaları var, görürsünüz. Qabıyan, soyuducu, 2 qapılı. Bu hissədə deməli divanımız, 6 nəfərlik masada yerləşdirilib. Gözəl, fərqli tərzdə lüstrumuz, kondisioner də var və buradan da mənzilin növbəti eyvanına çıxır. Bura isə mənzilin növbəti eyvanıdır. Çox gözəldir, mən bəyəndim. İnanıram ki, siz də bəyənəcəksiniz burada deməli. Masamız da yerləşdirilib. Dediyim kimi qarşısı da açıqdır. Heç bir belə deyim, bina qarşısını kəsmir. Belə mən demək olar hər şeyi sizə göstərdim, mənzilin məlumatların. Bir daha nəzərinizə çatdırım, yerləşir Nərimanovda, Təbriz küçəsində, Gəncliyə yaxındır. Daha çox eyni zamanda Nərimanov və 28 may metrolarına da yaxın yerdədir. Tam mərkəzdə yerləşir. Yeni tikili binada demək olar yeni təmirli, çox az yaşayış olmuş, geniş 4 otaqlı mənzildir. Dediyim kimi gördüyünüz şəkildə satılır, əşyalar və texnika qiymətə daxildir. Sadəcə televizor və pianinanın çıxmaq şərti ilə ölçüsü 180 kvadratdır. 4 otaqlı mənzildir və mənzilin stat olaraq qiyməti 500 min manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.